Deməli belə, Hyundai Elantra robot korobka. 1.6 dizelli maşınımız. Elantra Sportların, Kia, K5'lerin 1.7-dən sürgələn korobkadandır. Korobkaya baxın, qulluq əmək lazım ki, nəticəsi bax belə olmasın. Baxın görün, korpusu necə partladıq burada. Vaxtında qulluq olmayanda detallar zədələnir, keyfiyyətini bitirir. Baxın çata yerinə. Sonra bu korobkaları pisləyirsiniz. Korobka canın kapşırına qədər işləyir. Arkada baxın, korpusu bəyənsi partladır. Vaxtına qulluq olunanda, yəni bunlar heç bir bu vəziyyətdə olmur. Korobka da şestinə sexanizatorda hamısı sökülüb, bir-bir baxılacaq, abrasını yolub yığılacaq üstünə. Yəni korobkanın içərisi bu qədər də çirkli olmamalıdır. Bura necə parıldayırsa, burada belə olmalıdır.